Üzeyir Hacıbəylini valeh etdi, həyat yoldaşlarını faciələrlə itirdi. Qızına görə bir daha oxumadı. Şövkət Ələkbərovanın həyatı. Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-sində Bakıda anadan olub. Onun musiqiyə marağı kiçik yaşlarından formalaşıb. Bu maraq onu 12 yaşında musiqi məktəbinin kamança sinifinə gətirib. Tezliklə onların evində tar, kamança və qardaşının ifa etdiyi zərb alətindən ibarət xalq üçlüyü yaranıb. Asif Zeynallı adına musiqi məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1937-ci ildə 15 yaşındaykən musiqi müsabiqəsinə qatılır. Onun ifası o qədər təsirli olur ki, Üzeyir Hacıbəyov və Bülbül kimi böyük sənətkarlar istedadını yüksək qiymətləndirirlər. Opera teatrında keçirilən yekun konsertdə Qarabağ şikəstəsini səsləndirərək ən yaxşı üçlük arasında yer alır. Bu nailiyyət Şövkət Ələkbərovaya peşəkar musiqi yoluna qədəm qoymaq imkanı verir. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərova SSR məkanının bir çox şəhərlərində, həmçinin Fransa, İsveçrə, Əfqanistan, Misir, Türkiyə və Polşa kimi xarici ölkələrdə uğurlu çıxışlar edib. Məlahətli səsə sahib olan sənətkarın repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı Orta Şərq mahnıları da yer alırdı. Xanəndə 2 dəfə ailə həyatı qurub. İlk evliliyindən Natella adlı qızı dünyaya gəlib. Qızın atası hərbi həkim olub, cəbhəyə yollanıb və geri dönməyib. Lakin Şövkət xanım müharibədən əvvəl ondan ayrılıb və qızı ilə birlikdə yaşayıb. Məlumata görə boşanmanın əsas səbəbi ərinin həddindən artıq qısqanclığı olub. Onun ikinci nigahı tanınmış rejissor Lətif Səfərovla baş tutub. Bu evlilikdən Bəşir adlı oğulları doğulub. Təəssüf ki, Lətif Səfərov bir müddət sonra intihar edib. Şövkət Ələkbərova gələcək gəlinini muğam ixtisasından dərs dediyi Asif Zeynallı adına musiqi texnikumunda görüb və bəyənib. Oğluna qızı göstərərək deyib ki, bu qız mənim cavanlığıma oxşayır. Şövkət xanımın ilk evliliyindən olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən vəfat edib. Qızın itkisi ilə dərindən sarsılan Şövkət Ələkbərova bundan sonra çox yaşamayıb. O, Natella'nın ölümündən sonra bir daha mahnı oxumayıb. Deyilənə görə Şövkət xanım qızının itkisi ilə bağlı kədərini yeni doğulan nəvəsi ilə ovdurub. O, hər gün yorulmadan nəvəsinə laylay oxuyar və belə deyərdi: "Mənim ömrümə az qalıb, qoyun balama doyunca laylay deyim." 1945-ci ildən Filarmoniyanın solisti kimi fəaliyyətə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar və bəstəkar mahnıları Azərbaycanda böyük şöhrət qazanıb. Görüş, Bəxtiyar, Onu bağışlamaq olarmı filmləri üçün Tofiq Quliyevin yazdığı mahnılar onun ifasında xalqın dilinin əzbərinə çevrilib. Üzeyir Hacıbəylinin O Olmasın Bu Olsun filmində Sənəm rolunun musiqi partiyalarını da məhz Şövkət Ələkbərova ifa edib. Bəstəkar Cahangir Cahangirovun Füzuli kantatasının ikinci hissəsində onun oxuduğu Məni candan usandırdı romansı tamaşaçıların qəlbinə yol tapıb. Emin Sabitoğlu'nun Şirin Dil mahnısı isə müğənninin repertuarında xüsusi yer tutub. Böyük sənətkar 1993-cü il fevralın 7-sində dünyasını dəyişib. Gəlinin sözlərinə görə Şövkət xanım son günündə yanında ailə üzvlərindən başqa heç kim istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib. O, vəfatından əvvəl son müsahibəsini Rafiq Hüseynova verərək deyir: "Hər kəsin həyatında çətinliklər olur, mənim də olub. Amma bütün bunlara rəğmən özümü xoşbəxt insan sayıram."